Class avtomobil idarə edəcək. Çünki bugünə qədər Premium Class avtomobil idarə etməmişik. Bu Audi Q5 avtomobilidir və bu avtomobil belə deyək də Business Class hesab olunur, yoxsa Premium Class? Bu belə deyək də Business Class crossoverdir, tam Premium deyil. Premiumun bunun Q7'sidir. Q3'dür, Q5'dir. Bunlar orta, belə deyək, orta biznes segmentidir. Və yeri gəlmişkən Quattro sistemi ilə təchiz olunub. Bu bütün Audi'lərdə var. Yəni 4 təkərin 4'ü də işləkdir. Və 2000 kub santimetr mühərrik həcmi olan Q5'in turbo mühərriki var və 225 at gücündədir, səhv eləmirəm, yoxsa 220 at gücündədir? 220 səhv etmirəmsə at gücüdür və 100-ə 14-15 litr benzin yanacaq sərf edir. Tanış ola bilərsiniz, Audi Q5. Avtomobilin mühərriki açması, bax, kiçik bir detaldır. Burada geniş, gizlədiblər onu qəşəng burada. Səliqəli yerdir. Səliqəli yerdir də, hə. İlk baxışdan gözə görsənir, amma dəmiri yoxdur. Yəni belə deyək də, kapotu əlini vuran kimi özü qaldırır. Yəni bunu qaldırır, hansısa bir çubuq dirəməyə ehtiyacı yoxdur. TFSI mühərrikdir. Mühərrikidir və belə deyək də, yağ dəyişməsi mən sahibindən öyrənmişəm. Yağ dəyişməsi, yağ filtri, hava filtri və yağın özü 108 manata başa gəlir. 100 kilometrədə bu avtomobil hardasa bu mühərrik 14 litr benzin işlədir. Və bir məsələni də qeyd edək ki, deyə bilərsiniz, nə baha? 1. Premiumdur, 2. Audi'dir, 3. Yağ Liqui-Moly'dəndir. O da premial sinif olan mühərrik yağıdır, Liqui-Moly. Amma səliqəsiz işləyir. Buna bax, yağa bax, yağa bax, yağa bax. Yağ dəyişən, nəsə düzgün çox səliqəsiz dəyişdirir. Və yaxud da biz nə olub, yağı dəyişib krışkanın yadlarından çıxıb bağlamayırlar qapağı. Mühərriki işə salanda vurub oranı ləkəliyib. İkisindən biridir. Bağlayanda da yəni özü rahat bağlanır da əllə vurmaq lazımdır. Çünki bu business class. Bagajın açılması. Gözlə, bir dənə çık gedirsən, özü açır bagajı və... 2 cür tip çantası var burada. Biri Almanların özünün qoyduğu tip çantasıdır. Biri isə Azərbaycan tip çantasıdır. Burada deməli açılmayıb heç bir tip çanta. Hoppa, bunlar gör necə yerləşdirirlər. Bintlər. Fikir ver. Bu bintlərdir. Yəni gips olduğunuz zaman fikir verin. Yəni bintlər də var, içində necə istifadə eləmək lazım. Bəli. Çox təəssüf ki, bizim sürücülərin bir çoxu bundan istifadə edə bilmir və ya bunun belə deyək də öyrənmək də istəmirlər. Bu əlcəklərdir, steril bintlərdir. Digər apteçkada isə avtostop.tv saytına daxil olub, dostlar orada da görə bilərsiniz. Apteçkanın tərkibi, tip çantasının tərkibində olan məhsullar, söhbət yod, deməli bu bintdən tip tənzil, marili deyirlər, dərmandır burada, baş ağrı dərmanıdır. Bax, onlardır. Yeri gəlmişən apteçkanın tərkibi avtostop.tv saytının məsləhətlər bölməsində var, oraya baxa bilərsiniz. Burada deməli bunun ehtiyat təkəri tam təkər deyil. Bu gördüyünüz kimi belə nazik bir təkərdə. Təkərinə bənzər bir təkər. Havasız təkərdir, o təyərlərin təkəri kimdir. Yəni buna hava vurmağa ehtiyac yoxdur. Bu yalnız sizin belə təkər təmiri yerinə gedib çatmağınız üçün kifayət eləyən qədər idarə etmək üçün nəzərdə tutulub. Və burada ən xoşuma gələn kurallar bunlardır. Çox səliqəli, fikir verirsiniz, hər bir şey səliqə ilə düzəlir. Toru bağlamaq üçündür. Bu toru bağlamaq üçündür, amma gör necə səliqə ilə düzəldir. Deməli, hər iki arxa oturacaq açılır. Bu şeydir, təkəri götürmək üçündür, belə başa düşdüm.
Deməli, bunu qoyaq bura. Deməli, hər iki arxa oturacaq açılır, bagaj yeri böyüyür. Orada hər iki oturacaq bu qapaqlar vasitəsilə açılır. Bunları qaldıranda orada oturacaqlar artıq yatdı. Deməli, bu nədir? Dayanma durumu. Qəza durma nişanı. Qəza durma nişanını bura yerləşdirirlər və siz avtomatik olaraq bunu buradan əldə edə bilirsiniz. Taqqıltı vermir ki? Yəqin ki, vermir. Və bu əsas da ki, bunun qapağı düymə ilə bağlanır. Basırsan, bir şəkildə qıraraq, bu özü bağlanır. Dizayn baxımından Audi artıq dəyişib. Bu çox gözəl dizayna malikdir. Dizaynerlərinə söz ola bilməz. Baxmayaraq ki, 90-cı illərdə elə avtomobillər istehsal edirdilər ki, Audi. Adam deyirdi ki, yəni Opel-ə bərabər nə tutulurdu? Həqiqətən, Opel-ə bərabər tutulurdu. Amma indi artıq Opel başqa cür inkişaf elədi General Motors-un tərkibində. Audi Volkswagen-in tərkibində təmiz ayrı cür inkişaf elədi. Mən hesab edirəm ki, onlar niyə görə bunu elədilər? Çünki artıq görüblər ki, alver ölüb. Müflis olmuşlar. Müflis olurlar. Ona görə də yaxşı dizayner gətirdilər və avtomobilin xarici görünüşünü tam dəyişdilər. Və texnikasını dəyişdilər. İdarə etmə texnikası. Zubil'ə oxşayan Audi oldu premium class gözəl bir avtomobil. Həqiqətən müflis olacaqlar. Volkswagen onları xilas elədi. Arxaya görə arxada nə var? Deməli, arxa oturacaqlar bu cür açılır. Deməli, arxa oturacaqların idarə olunması var burada. Yəni hətta buradan da bağlaya bilirsən. Yan airbag var və keçirik buranın. Sadəcə olaraq elə bir ki, qutu kimi yaradıblar. Deməli, üçüncü adam çox narahat oturar. Heç yer yox. Panorama. Əsas gözəllikdən biri. Yəni ki, bunun damı tam şüşədir yəni. Tam şüşədir, bu qəşəngdir. Amma biraz arxanı görməkdə maneçiliyi törədə bilər. Yəqin ki, onun monitoru var, ona görə. Dirsək altı Orxan çox rahatdır, genişdir. Yəni, ikimiz qoymuşuq dirsəyimizi rahat. Burada yəqin qidalandırıcıdır. Qidalandırıcıdır, arxa deflektorları var. Deflektorlar var və özünü idarə edə bilərsin, sənin hansı. Amma, oturacaq mı onlarla? Paltar asmaq üçün. Paltar asmaq üçün görürsünüz. Belə yerdir. İki dənədir, biri buradadır, biri buradadır. Amma mən sənə bir şey deyim, narahat deyim. Bu çox sərt deyil. Ayso, qaldırmaq lazım. Yox, bu çox bərkdir, bax. Çox bərkdir. Yox, baba, başım vururam mı? Çox bərkdir. Yəni, başaltı yastıqları arxada. Dəri salondur, amma biraz bərkdir. Bunu sizə şey eləməyir. Yox, gəl bir dənə otur görək. Yox, bir dənə görə Orxan otursun görək. Qapısı dardır, qapı dardır. Gül ver bana. Qapı dardır. Düşəndə ayağın dəyir dəmirə və şalvarın avtomatik olaraq batır. Burada dəyirsən. Bu biraz dardır. Yəni, dar olmağı biraz şeydir. 1.95 boyu olan Orxan. Dardır. Dardır. Enimdən də dardır. Enindən də dardır. Bəs kürəyin? Kürəyin rahatdır. Yox, kürək qabağa sıxır, başda yer var. Başda yeri var. Yer var. O şişənin hesabınadır da yer. Mən sənə deyim ki, qabaq başqa aləm. Qabaqda rahat tutursan. Qabaqda rahat, yəni arxadakı adam döyür, hə? Avtomobilin aşağı üstündədir və bunun start-stopla kodlamaq mümkündür və biz kodlayırıq və dərhal da nə edirik? Kondisionerimizi yandırırıq. Çünki hava istidir.
Bu artık klimat kontroldür. Klimat kontrolü. Ben niye görürse 27 derece. 27 Başka bunu 20 eliyor, 23 eliyor. Bunu 20 eliyor. Hərə özü üçün eləyir. Yəni ayrı. Mesela şu bəli. Tural istəyir ki onda 10 var itdi. Ekranda göstərir Hə. yəni dərəcəni dəyişəndə var görsə 19 yəni. 20 19. Tərk et. Bu görsən fikir verdin. Qabağa gedib gəlmir. Oturacaq çox yuxarıdır. Çünki o qadın idarə edir. Qadın idarə edir. Qadın idarə edir və onlar xoşlayırlar ki, qabağın maşın burnunda görsənsin ki, dəyəndə bilim ki, dəydi. Bunun sükanın idarə etməsi hardadır? Sükan idarə etməsi var mı? Mən soruşmamışam. Yox, olmamış olmaz əlbəttə ki. Onun arxasında olmalıdır. Naviqasiya barmağının altındadır. Səs idarəçisi var, mod. Hadi, laf dibdə orada. O nədir? Bu? Hə, o da deyəsən. Hə. Asa, bu belə çəkdik. Qaldırdım belə. Bax, bu düz deyil. Çünki bu tipli avtomobillərdə bu knopka ilə olmalıdır. Yəni, düymə ilə qaldırdı. Fordda necə idi? Fordda düymə ilə idi. Hətta pedalların da düymə ilə gəlib getməsi var idi. İkincisi, bunun biraz... 2010, bir şey qeyd eləmədik. Bu 2013-cü ilin maşınıdır. Çox güclü qoydu, nəsə? 16 dərəcə, neysə 20 dərəcə qoydu. Başımıza aparacaq. Deməli, güzgülərin qızdırılması var. Güzgülərin kontrol edilməsi bu şey hissədədir. Qapı hissəsindədir. Start-stop düz əlimizin altındadır. Alətlər panel adidir. Bu niyə görə dəyişmir bu alətlər paneli? Audi Symphony. Söhbət səs sisteminin məhz Audi tərəfindən premial hazırlanmasından gedir. Yəni, baxmaya belinə baxın. Telefon bu nədir? Telefon zənglə şey deməkdir. Media, Moydisk, Info. Buradan da nəsə idarə edirsən deyəsən bunları hər tərəf. Səslərdir. Səs yuxarı yaxşıdır. Yox, burada audio sistem superdir. Əl tormozu bir düymə ilə idarə olunur. Park radarı var, aşağı düşmə, yəni yoxuşa düşmə sistemi var. Daha sonra buradan söndürdük. Və sürüşmə əleyhinə sistemi var. Amma bərk deyə, fikir ver. Bərk olsa da yəni biz səssiz. Biz bunu idarə eləyəndə hiss eləyəcəyik. Orxan, gəl görək. Yox, o bu yumuşaq. Gedirik, Orxan, gəl görək, gəl. Gəl gedək. Açılması göstərir. Bord kompüterdə maneə avtomobilin hansı tərəfindədir? Onu sənə göstərir. Qapını bağlı zəhmət olmasa. Bax, çəkə bilərsən bunu. Bunu çək, zəhmət olmasa. Fikir ver, maneə hansı tərəfdədir maşının qabaq hissəsində onu göstərir. Amma arxa kamera yoxdur sadəcə eləmə. Deməli, park radarı var. Park radar nəyi göstərir sizə dostlar? Çox rahat göstərir, özü qəşəng göstərir. Maneəni sağda, solda. Çünki arxa kamera olmayanda siz bilmirsiniz axı maneə ha tərəfdədir, düzdürmü? Amma o yumuşaq ya, fikir verdin. Qabaqdan keçəndə. Ondan görünür relsin üstündən keçəndə, yəni belə yumuşaq maşındır. Qabaqda belçəkçi var, onu vurarsan. Hoppa, çox yumuşaq. Bir plus gəldi Audi'yə. Sükan qəşəng hazırlanıb, düzdür. Tam dəri deyil, daha doğrusu dəridir ya, dərini belə tarıma çəkiblər. İdman üslubundadır. Rahat idarə olunur, yəqin ki, mən əyləşəndə... Sən əyləşəndə görəcəksin. Baxacam, Qazaxlısan sən?
Baxacam dedim. Qazan. Baxacam dedim. Baxacam dedim. Alətlər panelini Seat RF-dəki kimi hazırlayıblar, fikir verirsən. Bax, onda da ekran belə idi. Biraz sürücüyə tərəf idi, çünki sürücü əsas sayılır burada. Ətrafı yaxşı görürsən. İlqar bir dənə saqqızı götürdük. Halallıq verir, zəhmət olmaz. Bəli, halallığını verərsən sonra. Gündəki Mən sənə deyim ki, mən içində oturmuşam və hiss edirəm ki, bəlkə də bizim sürdüyümüz avtomobillərin içində ən səssizdir bu. hə, ən səs. Doğrudansa fikir versən necə? Və zərrəyə qədər də olsun, Audi. hansısa bir səs yox. Yəni Audi həqiqətən digərlərindən seçilir. Yəni başa düşürsən ki, sən premium Avtomobildəsən. bəli, bu sola dönəcək deyəsən. Və işığını yandırır. Bəli, işığı yandırmır çünki bizim avtostop verilişdən qulaq asmır da. Deməli, güzgülər iridir. Tam kontrol isə, amma bir dənə orta güzgü narahatdır. Çox yaxın göstərir və arxada o torun olması da biraz baxış görməkdə maneə törədə bilir, amma böyük yan güzgülər böyükdür və tam ətrafı kontrol edə bilirsən. Bax, 2 motordur, 60 ilə gedir, heç 2 şeyə çatmır. Onu düzdürsən, baba ayaqları 2 yarım idi, gördün? Sən dedin ki, normal. Ötən həftənin maşını, o dəhşət maşını idi. Peugeot 307. Basırsan qazı, qalxıb 5-ə ondan sonra Atır. Çox, hətta avtomobilin sahibi mənə sonra verilişdən, o çəkilişdən sonra deyir ki, hətta bəzən olur ki, 3-də keçmək üçün 2-dən 3-ə özüm atıram manualda. Hə, yəni atmır. Atmır da, atmır. Hə, dirənib ki, atmıram da. Mən deyirəm də fransız avtomobili almaq lazımdır. Milləti almıyor. Deyirəm, 2 motordur, o 1.6 motor idi. Saatda 60 km-lə gedirik, taxometr 2-ni keçməyib. Taxometr 2-ni keçməyib. Amma orada 1.6-da 2,5-dan aşağı düşmürdü taxometr. O yanacaq sərfiyyatına təsir göstərir. Mühərrik də necə qışqırırdı. Bir qardaş, öldüm mən. Öldüm mən. Atın bu sürəti. Yaxşı keçir abi. Sən fikir versən orada necə səssizdir. Həm də əlbizin altında bu biraz Tiptronic mühərrikdir. Yəni manualı atıb plus minusla, yəni 1-2 edə bilərsiniz. 6 pilləli sürətləri qutusudur. Hətta arxa ilə bərabər sayarsak 7 pilləli sürətlər qutusudur. Və baxmayaraq ki 2 litrlik mühərrikdir də. Turbo mühərrik. Turbo mühərrikdir bu avtomobildə. Ona görə də bunun qüvvəsi heç də məsələn deyim ki 3 litrlik adi mühərrikdən az deyil. Bax, sürət kontrolu əlbin altındadır. Dönmə işıqları əlbin altındadır. O şey ki var idi ya, cruise control Mercedes G-Class-da necə idi? Əlbin altındadır da burada. Bunlar isə Audi istehsalçılar daha ağıllı almanlardır. Onlar biraz aşağı salıblar onu ki, yəni o həmişə istifadə eləmirsən axı. Dönmə işığı daha çox əlbin altında olmalıdır. Görürsən, mən o məsələdə mübahisədə daha... Ola bilsin ki, belə deyə də Mercedes görüb bunu, fikirləşib ki, bu yaxşıdır, bunu dəyişmək lazımdır. Sadəcə onu deyib, indi mən bunu belə eləsəm, deyəcəklər Audi'dən uğradım. Bu qalsın belə. Tərsliyə salıb. Tərsliyə salıb, hə. Sən bilmirsən, Mercedes Azərbaycanlı işləmir. Atamı yapışdırdılar. Bir dənə minusu bahalı servisinin olmasıdır ki, o da mənfi hal sayıla bilməzsə. Yəni premium avtomobil sürürsən, elə bir ucuz servis istəyirsən, biraz gülməli çıxar sözün açıqda, amma yəni ehtiyat hissələri bahadır. Yəni bunu nəzərə almaq lazımdır. Yağ dəyişməsi bahadır, nəzərə alırsınız. Qapısına yağ düşüb elə bil. Yapışqan kimidir. Sən üçün uzaq dönmür pedalına. Yox, öyle. Ayaqların uyumur. Uzanıram da, mənim boyum artır. Fotda qırır. Söndürmüşdün sən bunu? Yox. Maşından düşəndə söndü. Yondu mu? Özü söndü. Düşəndə. Mən bildim, svetoforda ancaq ayaqlı tormuza qoyanda bu elə bir şey. Bu ondandır. Ondansa bu az işlədi məndən. Onda o, çünki mən sənə deyim ki, o özü idarə eləmir bu maşını. Yəqin 14 çox deyil. Çünki ola bilməz ki, onda bu ayam svetoforda dayananda, tıxacda dayananda bu 14 litr benzin işlətməlidir. Plastik qalındır, ağırdır, amma bunun şeyə təsiri yoxdur. Səsə heç bir təsiri yoxdur. Amma belə də deyim ki, sən bunu sıxanda bir şey, bunun topsu bir dənə. Yox, rezin də yumuşaqdır. Yəni
Sən ya sola tut, ya sağa tut. Mən sizə deyim ki, Yığ sürət. bu dəqiqə bunu belə sürət yox. Yaxşı. Yox. Və əyləş sistemi də bu. Sən yapın. 4 təkərin 4-ü də işləyir, yeri gəlmişkən. Quattro sistemidir. Bu 4 təkərin 4-ü daim işləyir. Daim işləyir. Və biz RF2 eləyirdik, FR daha doğrusu. Seat FR-də eyni dizayn, eyni stilistika, eyni üslub işləyirlər. Eyni qrup avtomobil. Eyni qrupda Volkswagen qrupdur. Volkswagen qrupun maşınlarıdır. Yəqin ki, çox şeylər bir-birinə oxşayır. Amma məsələn Seat Peugeot'dan daha dostojlu maşın idi. Hə. Geç xarab olmağı və şey baxımından, yəni keyfiyyət baxımından, Və bir də sambal baxımından. amma bir də razısan ki, bu da Seat'dan daha belə bir şey, daha komfortlu. Yox, heç Seat biraz aşağı segmentasiya daxil. Hə, bu daha aşağı segmentasiya. Business class gedirsə, Bəli. Yəqin ki, adi. Məsələn, Honda CR-V sürürəm də. Elə bil ki, bu Honda CR-V ilə eyni klassa aiddir. İkisi də crossover. Sürmək bu nə var? O köynəyin altından hava gəlib, bütün bədəni sərinlədir də. Yəni o ventilasiyadır. Yəni kondisioner əvvəl. Bəli, kondisioner. Atırsan, girir oradan bütün. Belə bir əllə tutursan belə. Və lazım olanda vaxtında reaksiya vermirsən və hamımızın bədəni əzilir. Bəli. Tamam. Bunun trosunu düzəltməyə lazım. Fikir versən. Burada avtomatik qapılarda avtomatik jalüzlər var. Yeri gəlmişkən bağlanmaq üçün. Arxa qapılarla. Yəni düyməni basırsan qalır. Yox, qaldırsan əllə manual əllə edirsən. Amma sən bayaq deyirdin, arxa pərdəyə baxmadım, bilmirəm, görsənir ya. Görsənir, çox yaxında baxa. İçində oturanda arxada pis görsənir, amma uzaqdan baxanda sanki elə görsən hər şey. Honda ilə müqayisə eləsəm, ikisi də crossoverdir, 5 nəfərlik, 5 qapılı. Amma bu Honda CR-V-də. O adi crossoverdir, bu premium sinifə aiddir. Onları müqayisə eləmək olmaz. Bu ondan yumşaqdır. Bu ondan yumşaqdır, bəli. Amma bunun qiyməti də ondan bahadır. Bəli. Mən hesab edirəm ki, bunun qiyməti bir 40 min olar. Olar. 32 min şeydir. Mən yalan deyərəm, çünki onu soruşmadım. 32 min şeyin qiymətidir. Honda CR-V-nin qiymətidir, düzdür. Bu arıza bir 38 min, 40 min olar. Yavaş ol. Taksi görəndə adam istər-istəməz özünü bilirsin. Özünü yığışdırır. Niyə götürür? Çünki mən sənə bir şey deyim, dünəndə bütün gün şəhərdə avtomobil... Bilmirsən də nə gözləmək olur. Bəli, bütün gün şəhərdə avtomobil sürmüşəm və buna da öz-özünün yazır. Görmüşəm ki, taksi sürücüləri, bəzi taksi sürücüləri təbii ki, o naqlım obrazını deyirlər, rus dilində, yəni çox pis formada avtomobillərini sürürlər, yolu kəsirlər. Sanki itirəcək bir şeyim yoxdur. Vururanda da, qardaş, taksiyəm, nə istəyirsən elə, mənə pulum yoxdur sənə verməyə. Yəni bu... Kəs başımın pulum yoxdur. Bu, sağ ol, kəs başımın pulum yoxdur, sən təbii ki, onu... Yavaş, güzgəyə baxmıram. Başın kəsəsi deyilsən, uşağa başı qarışıb, ona görə sola baxmır. Görsən, piyada keçidib buradadır. Xanım bir balaca qabağa gəlib keçir. Xanım çox kökdür, o olmaz. Deməli, kök xanımlar, siz harada istəsəniz keçə bilərsiniz. Yəni, hayıfdır, o boyda kalori niyə yandırırsınız? Həyatınızda ona həsr edib o boyda kalori yığmışsınız. Arıqlayarsınız. O boyda kalori yığmışsınız, onu bir də gəl pərvizə turalı görə arıqla, o düzgün deyil. Türkçə pərvizə turalı görə hər hansı bir sürücüyə görə arıqlamaq lazımdır. Tural sevimli, belə deyək də, məşğuliyyət tapır. Nomer şassi, şassinin nömrəsinə bax, hoppa, baxırsan, avtomatik baxı görsən ki, maşının şassinin nömrəsi neçədir. Sonra, narujni, bayırdan işıqlandırma, onu görmək olur ki, neçədən dəqiqədən bir yansın, avtomatik yansın, havaya uyğun olaraq, çox əla bir şeydir. Mən sənə bir şey eləyim. Mən çoxlu şeylər var. Sadəcə olaraq Forddan fərqli olaraq bunu touchscreen deyirlər. Touchscreen deyirlər. Amma Fordda da sən fikir vermədin, bilmirəm. Biz düşəndə mən fikir verdim, o bir də beli barmağına basılıb bütün ləkələr, barmaq ləkələri qalır. O ləkə götürməyən olsa o şey. Deməli, növbəti yağ dəyişmə müddətini deyir ki, 12.000 kilometrdə 299 gündən sonra.
Yəni özü yazır. Özü yazır. Növbəti inspeksiya, yəni avtomobili texniki yoxlanışdan keçməsi 664 gündən sonra, yəni 2 ildən sonra və ya 27.000 kilometrdən sonra siz maşını texniki yoxlanışa gedəcəksiniz. Yəni bunu hörmətli tamaşaçılar bu özü hesablayıb deyir ha. Yəni gör özlərinə nə qədər əmindirlər ki, qardaş 2 ildən sonra gələrsən. Söhbət. Get 2 ildən sonra. Get 2 ildən sonra gələrsən. Yağın səviyyəsində göstərir. Ha, yəni bu məlumat yox. Şufa baxmağa ehtiyac yoxdur da. Elə buradan baxırsan ki. Bu qəşəng şeydir. Sadəcə vaxt itirib bundan məşğul olmaq lazımdır. Bəli. Qurdalamaq lazım. Turala bir saat vaxt versələr hamısını. Yox, hamısını deyərəm sənə, problem yox. Telefon. Telefonu da qoşmaq olur bura. Setup, настройка telefona, общее, настройка памяти. Media, geçti, info. Axmaq tükün ağıllı başına nə işin? Buradan söndürürük. Şifaf və paxıllıq eləməkdə davam edir və mən maşın haqqında öz fikirləri deyəmək istəyirsən. Buyur. Valla mən əslində söz tapmıram nəsə deyim. Yəni bu maşın elə bir maşındır. Bunun hansısa bir mənfi keyfiyyəti mən görmədim. Sən görmüsən. Servis bahalığından başqa mənfi xüsusiyyəti yox. Bəli. Yəni bu avtomobili belə deyək də 2 ildən bir servisə gedən maşındır. İmkanlı adamın avtomobilidir və bu avtomobil özü səni yönəldir yağ dəyişməyə. Bu avtomobil özü sənə deyir ki, sənin yağının səviyyəsi azalır. Bu avtomobil özü sənə deyir ki, sənin təkərimin havası azdır. Ya nə bilim valla. Mən bu avtomobilə nəzərə də alsaq ki, bu 2 ilin maşınıdır və bu avtomobil hələ bu günə qədər təmirə getməyib. Və hələ 2 ildən sonra texniki servisə gedəcək, yəni 4 il olur. 4 il olur və mən bu avtomobili 10 xaldan 10 verirəm. Deməli, çarəsiz qaldım. Mən isə bu avtomobilə, yəni Audi Q5-ə 10 baldan 11 verirəm. Düzdür, yağı baha ola bilər, Alman maşınıdır, premiumdur. Yəni sən bunu alan adam onu bilməlidir. Mən hesab edirəm ki, bu avtomobili idarə edən adamın gəliri hardasa ayda 5000-dir. Yəni ki, vacib deyil, xanımdır. Xanımsa bəlkə əyri qazanır. Yəni sözüm ondadır ki, bu avtomobili idarə edən insan, mən düşünürəm ki, orta statistik Azərbaycandan bir balaca yüksəkdir. 280 spidometrdə görsənir, amma 220-240-a qədər qalxa bilir sürəti. Yəni təbii 280, bilmirəm, almanlar bunu harada sınayıblar tam 280-ə. Amma bu avtomobil tam olaraq imkanı olan avtomobili bir dəfə pul xərcləmək istəyənlər üçündür. Yəni buna maşına bir dəfə pul qoydum və salam. Bəli, yəni bunu mən ikinci bazarı barədə danışmaq istəmirəm. Çünki bu maşını alan insan ən azından bunu bir 5 il rahat sürə bilər. Bəli, 5 il rahat sürə bilər. Bu Audi Q5 idi. Sizin də avtomobiliniz varsa, gətirin bizə, biz onu test edərik və onun haqqında obyektiv və subyektiv fikirlərimizi deyə bilərik. Biz məsəl üçün Galenwagen istəyirik, Hammer istəyirik, nə bilim, Çin avtomobilləri istəyirik. Bizən gəlin, deyin, yazın. Avtopark açmaq istəyirik, ona görə. Bəli, yəni bir şey də xüsusi qeyd edeyim ki, bundan sonra bizim, belə deyək də, avtomobillərimizin testləri subtitrlə rus dilində də gedəcək. Sizin maşınınızı hətta uzaq Liviya səhrasında da belə görə biləcək. Azərbaycan hüdudlarına kənarda da baxacaqlar. Ona görə utanmayın, yazın, biz sizi gözləyirik və gələn görüşlər edək. Məktublarınızı gözləyirik.